Qarabağdan kubokun qazanılmasını gözləyən tərəflər var. Bunlardan biri təbii ki, Turan Tovuzlu. Belə görünür ki, 4-cü pillədə başa vura biləcək mövsümü və 4-cü pillədə başa vursalar, burada artıq onların taliyi Qarabağın əlində olacaq. Ya Qarabağ kuboku qazanır, Turan Tovuz gedir Avrokuboklara və ya Sabah kuboku əldə eləyir, Turan Avrokuboklardan kənarda qalır. Ona görə Tovuzlu azarkeşlərin də bir gözü boyunda olacaq. Tovuzlu azarkeşlər bir növ Qarabağdan onu gözləyəcəklər ki, bu kuboku əldə eləsinlər. Qarabağ kubokda qələbə qazanmasa, bu o deməkdir ki, o Tovuz azarkeşləri, Turan Tovuzun tərəfdarları bütünlüklə Qurbanqurbanovun üstünə gələcəklər. Böyük bir təzyiq olacaq Qarabağın üstündə, bəlkə növbəti mövsümlərdə də hər zaman elə bil öz Avrokuboklara getməməklərinin günahını da bir növ Qarabağda görə biləcək. Çünki güc nisbətinə görə götürsən Qarabağ güclüdür. Bir yox, bəlkə 2 baş, 3 baş Sabahdan güclüdür. O bir tərəfdən də Zirə də hardasa maraqlı tərəfdir Qarabağın kuboku qazanmasında. Çünki Qarabağ kuboku qazansa, Zirə ikinci pillənin sahibi kimi Avropa Liqasına yollanacaq və Avropa Liqasına yollanaraq Konfrans Liqasının qruplarına düşməyi daha realdır. Nəinki Konfrans Liqasından başlayaraq. Bax, belə bir qəribə durum. Ümumən götürsək, yəni Sabahın özü üçün də mövsüm çox ağır keçir. Xeyli sayda xal itkilərinə yol veriblər. Əgər biz Neftçi haqqında danışarkən deyiriksə, Turan Tovuzun, Araz Naxçıvanın qışdan sonra bu qədər qeyri-sabit çıxış etmələrinə rəğmən Neftçi onları haqlaya bilmədi. Eyni sözləri Sabah haqqında deyə bilərik ki, Sabah ən azından Premyer Liqa yolu ilə də 4-cü, 3-cü yeri tutaraq artıq Avrokuboklara vəsiqəni təmin edə bilərdi. Onlar da bu fürsəti boşa veriblər. Bütün ümidləri kubokun finalına qalıb, kuboku qazanmağa qalıb. Əminəm ki, Sabah orada döyüşəcək, savaşacaq və bir növ Qarabağ üçün Sabah da tərs rəqibdir. Narahat komanda. Son 3 maç deyə seçici bitib də. Ümumiyyətlə, tarixən bax, elə ilk sezondan mən bir dəfə deyəsən bunu danışmışam, elə mən Sabahda işləyəndə. Birinci sezonda Sabah Qarabağdan 4 oyundan ikisində heç eləmişdi. Hələ o bu cür imkanlara malik Sabah deyildi. İllər boyu baxırıq ki, hər mövsüm Sabah Qarabağı büdrətməyə bacarır. Elə olur da baxırsan ki, bir komanda digərinə tərs gəlir. Yəni, oyunu nəsə yaxşı alınmır. Amma dediyim kimi, Qarabağ bu oyuna da o qədər rahat çıxa bilməyəcək ki, alınmadı. Çünki maraqlı tərəflər çoxdur. Maraqlı tərəflər o qədər çoxdur ki, Qarabağdan orada çox yaxşı oyun gözləyəcəklər. Və bəlkə Sabahın işini də çətinləşdirən budur ki, yenə deyirəm, Qarabağ indi o qədər müzeyə kubok aparıb ki, rahatlaşa bilərdilər, bəlkə rahat oynayardılar, bəlkə hardasa o tam maksimumlarını qoymaya bilərdilər, amma yəqin ki, futbolçulara da bu izah olunacaq, baş məşqçi də izah edəcək ki, gözlər bizim üzərimizdədir. Bu oyunun nəticəsi tək bizim yox, başqa komandaların da taleyini əldə edir.